Hamıya salam. Bugün Turgut Travel olarak gelmişik Maldivin en güzel resortlarından birinə. Digufaro Island Resort'a. Bura arkamda gördüğünüz otelin qarşılama olan hissəsidir. Siz indi arkada da görəcəksiniz. Qonaqları elə qarşılayırlar və bu tərəfdə arkamda görürsünüz seaplane'lər var. Bu otel təxminən aeroportdan bir yarım saatlıq məsafədədir. Siz bura gəlirsiniz, aeroporta düşürsünüz, seaplane hissəsinə keçirsiniz. Oradan arxamda gördüyünüz seaplane'lərə minirsiniz, gəlirsiniz, düşürsünüz otelin yanında, yaxınlığında. Sonra katerlərlə sizi 2-3 dəqiqəlik yolda gətirirlər otelə. Gəlin indi bir yerdə oteli gəzək. Və indi sizə qonaqlardan bir neçəsini göstərim. Və görürsünüz belə mahnı ilə qonaqları qarşılayırlar, aparırlar resepsiyona. Daha sonra burada da bax sağ tərəfdə su aktiviteləri olan hissə var, yaxtalar və s. var, jet skilər var. İndi birazdan onları göstərəcəm sizə. Düz onun qarşısında da tenis hissəsi var. Gəlin indi gedək bir yerdə otelin içərisini gəzək. Birinci biz gedirik belə. Burada otelin giriş hissəsində burada dəniz aksesuarları olan yer var. Bu tərəfdə belə shop hissəsi var. Axşam saat 10-a qədər açıq olur. Burada da belə aktivitelər üçün əşyalar var. Və burada sizə bir neçə şey göstərim. Bax, burada atolların adları qeyd olunub. Bizim otelimiz bu Digufaro düz bu iki atolun arasında yerləşir. Otelin ümumi xəritəsini birinci başlamadan göstərim. Bunlar deməli, baxın, water villalardır. Bunlar da eyni qaydada water villalardır. Bunların qarşısında özünün hovuzları var. Birazdan bu otaqlara baxacaq. Bunların isə öz hovuzları yoxdur. Sonra burada belə beach villalar var. Bax, bunlar Sunset Beach villalardır. Bunlar isə Sunrise Beach villalardır. Bir dənə burada belə President Suite var. Bunlar da semi-water villalardır. İndi gəlin, mən sizə ümumilikdə bu otaqların içərisini göstərim. Hələ otaqlara keçmədən əvvəl burada sizə jet skini falan göstərim. Baxın, burada deməli göstərilib ki, hansı aktivitələrin qiymətləri nədir, neçə dəqiqə olur, qiymətləri nə olur. Sonra bunları da siz oteldən əlavə ödənişlə ala bilirsiniz. Sonra buradan biraz davam edək. Burada reception hissəsi var. Görürsünüz, aktiviteləri buradan rezerv elətdirə bilirsiniz. Bax, snorkeling alətləri falan hər şey var. Sonra burada paddleboardlar var. Bunlar hamısı əlavə ekstra ödənişləndir. Hay! Deməli, hamısı əlavə ödənişləndir, su sporlarıdır. Amma bunların da hamısını istifadə edə bilirsiniz və məsləhət görürəm ki, mütləq gəlirsiniz, jet skilərdən istifadə edin. Bu da otelin belə şirin papuqayı da var. Davam elə biləm, burada davam eləməmişdən əlavə sizə göstərim şeyi. Otelin içərisindəki tenis yerini. Yəni, həm su aktivitelər var, həm də belə gəlib buranı ödənişsiz istifadə edə bilirsiniz. Bax, hal-hazırda qonaqlar da buranı istifadə edir. İndi gedək otaqlarına baxaq. Bu otaq Sunset Over Water Villadır. Bunlardan 10 ədəddir. 10 ədədi Sunrise'dır, 10 ədədi də Sunset'dir. Bu da belə oturma yeri. Burada içərisi. Bax, bu kravatı, televizoru. Burada duş hissəsi. Belə. İndi də oteldə cəmi bircə dənə olan bu Sango Suite sizə göstərim. Bunların Presidential Suite adlanır. Bax, burada belə 2 dənə otaqdan ibarətdir. Belə televizoru var. Dekorlarına baxaq. Sonra burada da belə oturma yeri var. Bu otağı 2 böyük 2 uşaq üçün rezerv eləyə bilirsiniz. Bu göstərdiyim, bax, hansı ki bu divan, bu açılır. Sofa bed olur 2 nəfərlik kravat olaraq. Sonra bura ikinci otağıdır, yataq otağıdır. Bax, buranın da belə qəşəng böyük yataq otağı var. Sonra bunun arxasında burada minibarı falan var aşağıda. Sonra da burada qardırobudur. Və burada hamam hissəsidir. Baxın, bu da hamam hissəsi. Sonra burada özünün belə jacuzzisi var. Yenə burada eyni qaydada çölə çıxışı var.
Və bir də bunun kuxnası var. Gedək kuxnasına da baxaq. Ən önəmlisi deyim, özünün saunası da var. Baxın, bu kuxnasıdır. Kuxnasında yenə xaldeniki, mikrovolnovkası və s. hər şey var. Sonra əlavə olaraq da buranın özünün, sırf bu villanın özünün burada belə saunası da var. İndi baxdığımız bu otaqda Sunset Pool Over Water villadır. Hansı ki bunun tək özəlliyi digər Sunset villalardan özünün özəl hovuzu olmağıdır. Bax bu. Belə. İndi baxdığımız bu oteldə Semi Water villadır. Bu hansı ki, yəni bu otağın ümumi water villalardan fərqi odur ki, bunun bir tərəfi belə okeana baxır, bir tərəfi də belə beach hissəyə düşür. Yəni həm bir tərəfi adanın içindədir, bir tərəfi də belə hovuz hissəsidir. Sonra bunun indi içərisinə də baxaq. Bax, bu da otağın içərisi. Belə bir kravat hissəsi var. Sonra burada televizoru, qardırobu. Baxın, belə yuxarısını da göstərim. Bax, burada belə oturmaq üçün belə bir yeri var. Daha sonra içəri hissəsi. Burada belə aşağıda mini barı var. Burada yemək üçün yerlər var. Yemək deyirəm, ay Allah, kosa aparatı. Sonra baxın, burada da belə həm banyosu var, həm içəri, həm də çöl. Belə. Sonra burada həm də belə içəri tərəfə baxan belə duş kabini də var. Otağın yəni ümumi görünüşü belədir. Və burada elə bil ki, bu sportları yerindən, sport hissəsi yerindən davam edirik. Burada belə aksesuarlar olan bir shop hissəsi var. Onun da qabağında otelin resepsiyonudur. Və bu hissə resepsiyon hissəsidir. Resepsiyonun da həmən yanında burada ana restorandır. Və ana restoranın yanında bar hissəsi var. This bar fully 24 hour work. No, this the only restaurant operation. Our pool bar is open 24 hours. Ha, okay. Yeah, the next. Ha, okay. Okay, deməli 24 saat işləyən pool barıdır. Burada mənim ən sevimli, oteldə demək olar ki, ən sevimli yerim məhz buradır. Və burada qəşəng gəlib, bu ana restoranın yanındadır. Ana restoran indi bağlıdır, amma ana restoran görüntülərini də əlavə edərəm videoya. İndi otelin axşam yeməyindəyik. Bax, sizə restoranı göstərim. Bu hissəsi ana restorandır. Ana restoran bu içəri hissəsidir. Bir də çöldə belə teras hissəsi də var.
Hə, deməli bax bura bizim ana restoranımız idi. Bu ana restorandan çıxırıq. Bu aralarla həm otaqlara getmək olur, həm buradan düşmək olur pul bar hissəsinə. İndi davam eləyək, qarşımıza çıxdıqca sizə tək-tək göstərəcəm ki, nəyin yanında nə var. This tree is bamboo, yes? Kind of bamboo, not bamboo. What is the exactly name of this? One more, I will. Ha, okay. Deməli soruşdum ki, mənə çox maraqlıdır ki, bu ağacların adı nədir? Çox gözəldir. Flower service, very beautiful. Hə, bax siz necə videoda bilinmir, elə bir ki, bax məsələn buna baxın, elə bir ki, zürafə kimidir. Çox maraqlı ağaclardır. Grow in near, always near to water. Hə. Hə, deməli bax indi buradan göstərdim, bax bayaq bu Prezident Suite'dir, sonra Pool Water villalardır. Hamısı bu tərəfdə yerləşir. Sonra spası var, Kids Club'ı var. Bu tərəfdə də restoranlar var. Bu Atri restoranı a la carte restoranlardan biridir. Hə. Bu oğlan da yazıq mənə kömək edir ki, videonu çəkə bilim. Hə, bax buradan davam eləyəndə burada klinikası var. Sonra özünün həkimi var ki, Allah ailəsi nəsə olsa o köməklik göstərir. Sonra bax bu bayaq girdiyimiz ana restoran adıdır. Ana restoran bax bu hissəsindən o beach villalar var, orada getmək olur. Sonra buradan da davam eləyirik pool bar hissəsinə. Where is pool bar? Let's go. Let's go. Everything. And before Yeah. before pool bar we will see Kids Club, yes? Yeah. Hə. Deməli pool bardan əvvəl də Kids Club'ı görmüş olacağıq. Oranı da göstərim. Otel tamamilə yaşıllıqdır. Hər yeri yaşıllıq. Çox qəşəng ərazisi var. Yəni həqiqətən Maldivə gəlməyinə dəyər, amma əlbəttə gəlirsə Turgut Travla müraciət edirsiniz. Qiymətləri bizdən alın, uyğun qiymətə gəlib dincəlin. Və bu yolda getdiyimiz otaqlar beach villalardır. Deməli bu yoldan davam eləyirik. Bax sizə göstərim. Bayaqdan videonu kəsmişəm çünki ada butik otel olsa da biraz ada, yəni yetəri qədər ayağına gəziləcəyi yerdir. Bax bu da spa hissəsidir. Buradan da içərisinə gedək sizə göstərim. İndi də buranın spasına gəlin baxaq. Deməli, masaj qiymətlərini deməyim, çünki masaj qiymətləri sezondan sezona dəyişə bilir. Ona görə gəlin indi bir dənə ümumi videosuna baxaq. Burada deməli buxar otağı var, birinci belə girişdə. Daha sonra restroomlar var, yəni hansı ki dincəlmək üçün olan otaqlar və burada qarşıda gördüyünüz bir neçə otaq növləri var ki, bunlar couplelar üçün olan otaqlardır, masaj otaqlarıdır. İndi gedək onun içərisini göstərim. Please, could you help me for open this room? Yes. Come. İndi sizə həmin otağın içərisini də göstərim, masaj otağını. Hansı ki, buranı gəlib belə cütlüklər kimi istifadə eləyə bilərsiniz. Sorry. Oh, it's okay. Bu da məsələn 3 nömrəli pavilyondur. Bu da belə masaj otağının içərisi. Həm belə çöl hissəsində nədir o? Şeyi var, vannası var, həm də belə 2 dənə qapılar üçün yeri var. Deməli spa hissəsinə baxdıq. Bu meşəliyin içərisindən gəlirik uşaqların olduğu yerə, Kids Club-ına. Kids Club-ı əslində böyük deyil, amma gəlin bir yerdə baxaq. Uşaqlar üçün saatı 25 dollardır və 3 yaşından yuxarı bütün uşaqları qəbul edirlər. Amma siz dayələr üçün ödəniş eləmək istəmirsinizsə, normal burada gündəlik uşaqlara baxan insanlar olur və o uşağı burada qoyursunuzsa, özünüz də buradasınızsa, tam ödəyisiz buranı istifadə edə bilər. Yenə də deyirəm, böyük deyil Kids Club-ı, amma Maldiv üçün yetərli qədər. Bu Kids Club-ından çıxırıq, gəlirik pool bar hissəsinə. Axşam əyləncələri falan bu pool bar hissəsində olur. Pool barın yanında water villalar var. Bu elə bir ki, bilirsiniz necə, biraz otelin tam arxa hissəsinə düşmüş kimi olur. Amma bura çox gözəldir. Yəni mən şəxsən oteldə ən çox sevdiyim yer buradır.
Əgər oteli all inclusive götürürsünüzsə, bu pool bar hissəsində içkiləri ödənişsiz istifadə edirsiniz. Arxamda gördüyünüz hissə hər gün axşam 9-da burada canlı musiqi olur. Biraz bu tərəfdə isə burada gördüyünüz hissədə içkiləri isə əgər siz all inclusive götürürsə oteli ödənişsiz istifadə eləyə bilirsiniz. İndi gəlin sizə çöl hissəni göstərim. Bax belə otelin hovuz hissəsi var. Bu ana hovuzdur və hovuzun da yanında bu restoran Atiri restoranı olur. Axşam alakart restoranı. Burada dəniz məhsulları olur. Burada yenə Murakadır. Murak olmalıydı adı, səhv eləmirəmsə. Orada axşam fəaliyyət göstərən alakart restorandır. Oranın qiyməti $150 olur təxminən bir nəfərə. Düzdür, alakart restoranı olaraq internationaldır, yəni ümumi dünya mətbəxi olur. Amma biraz bu gördüyünüz yerdə biraz qiymətləri yüksəkdir. Amma əlbəttə ki, siz istəsəz oranı da istifadə edə bilirsiniz. Və burada arxa tərəf olduğuna görə ümumi villaların olduğu yer bax bu hissəsidir. Burada bax indi arxada görsənmir, hə biraz göründü indi videoda. Və ora villaların olduğu yerdir. Bir də sizə son olaraq plyajını da göstərim. Baxın, Ağqum, Maldiv. Zaten indi hələ biraz hava qaralır, səhər çox parıltılı olur. Bir də bunu deyim, əgər bu otelə gəlirsinizsə, bu pool barın qarşısında olan hissəni, bunun dənizi içərisində biraz belə korallar falan var deyə biraz şeydir, adamın ayağı narahat edir. Ona görə mütləq şəkildə gəlirsinizsə, o dəniz ayaqqabıları olur, adnarazva kimi, mütləq onlardan götürün. Sonra, amma orada beach villalar var, onların qabağında olan hissə isə nisbətən daha yaxşıdır, yəni plyaj olaraq daha yaxşıdır. Mən sizə məsləhət görərdim ki, bura gəlirsinizsə beach villa götürün. Çünki beach villaların qarşısındakı özünün birbaşa belə plaja çıxışı var və çox gözəldir ora. Yəni mən məsləhət görərdim ki, oranı götürün. Mən buranı əslində çəkməyəcəkdim. Amma oğlan dedi ki, gəl buranı göstər ki, bu when night it's open and outside here. Yes. Ay, nə gözəl. Deyir ki, axşam bura belə stolları qururlar. Buradan dəniz məhsulları istifadə eləyirlər. Wedding olsa, yes. Nə gözəl. Deyir ki, axşam nə deyir? Burada ümumiyyətlə toylar zatlar da eləyə bilərsiniz. Belə bax, mənzərəsinə baxın. Yəni həqiqətən Maldiv kim Maldiv. Düzdür, biraz axşama qaldı videom, amma doğrudan çox gözəldir. Və son olaraq gəldik Digufaro Island turumuzun sonuna. İstədim sizi otellə tanış edeyim ki, ən azından gəlmədən öncə bir otellə bağlı məlumatınız olsun. Əgər əlbəttə ki, siz bura gəlmək istəyirsinizsə, seçiminizi Turgut Travel'dan eləyin. Ölkənin ən güvənilir turizm agentsiyalarından biri. Biraz axşama qarşı dənizin, daha doğrusu okeanın kənarındayım deyə biraz küləkli olmuş ola bilər. Amma inşallah ki, bura gəlmək istəsəz, mütləq aşağıda əlaqə nömrələrimizi qeyd eləyəcəm. Bizə müraciət eləyin. Ölkənin ən güvənilir turizm şirkətlərindən biri olan Turgut Travel'dan tətilinizi uyğun qiymətə əldə eləyin. Gəlin, dincəlin. Bir sonraki videoda görüşənədək hələlik.